Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir. Sərgidə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən ən son texnologiyalar, innovativ avadanlıqlar və müasir yanaşmalar nümayiş olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi ilə yaxından tanış olub, iştirakçı şirkətlərin təqdim etdiyi yeniliklərlə maraqlanıb. Dövlət başçısı Salyan Aqroparkının stendinə baxış keçirib. Bildirib ki, müəssisə kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə innovativ həllərin tətbiqinə və yerli istehsalın inkişafına xüsusi önəm verir. Sərgidə xam pambıq çiyidi, balıqçılığın inkişafı üçün malyoklar, eləcə də çəltik toxumlarının müxtəlif növləri Salyan Aqroparkı tərəfindən təqdim edilib və əsas məhsullar sırasında yer alıb. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir. Aqrar sahəyə göstərilən diqqət və qayğı nəticəsində müasir aqroparklar yaradılıb, fermerlərə dövlət dəstəyi artırılıb, subsidiya və güzəşt mexanizmləri genişləndirilib. Sonda cənab Prezident İlham Əliyev Salyan Aqroparkının fəaliyyətinə uğurlar arzu edib.